Mən Məmmədov Əzdam Yunusoğlu, Bərdəbəy Qaradağlı kəndində yaşayıram. Bu gün etibarla mən üzrə sahələrin nümayəndəsi olduğum Atakiyev Əvəz Məcidoğlu'nun başına gələn olaylardan Yevlax rayon prokurorluğu tərəfindən cinayət işinin gizlədilərək örtbasdır edilməsinə cəhd edilməsindəndir. Belə ki, Əvəz Atakiyev keçmiş Bərdəbəy rayonunda su artizan idarəsinin müdürü işləmiş Atamoğlan Babayev Allah'dan bu kişilər sahibkardır. 500 bin manatdan yuxarı dəyərində olan yanacaq götürmüş. Hər dəfə bu ay, o ay verəcəm bəhanəsilə qalmış. Daxildə bu barədə ərizə verdik. Bərdəbəy rayon polis şöbəsinə sağ olsun. Bərdəbəy rayon polis şöbəsi dərhal cinayət işi başladı. Atamoğlanı məsuliyyətə cəlb etmək istədilər. Bundan sonra Atamoğlan yalvar yapış elədi. Bir 20 min ödəniş elədi ki, gerisini də gətirirəm. Atamoğlan üz tutdu baş prokurorluğa. Baş prokurorluqda özünə məxsus Yevlax rayon prokurorunun əlaqəsi olan şəxsdən yanına getdi. Orada ərizə verdi güya ki, Bərdəbəy rayonu qərəzlidir. Polisi də, prokurorluğu da, başçısı da hamısı Atamoğlanla qərəzlidir. Ona görə alınıb iş Yevlax rayonuna verilsin. Çox təəssüf ki, Yevlax rayonunda da işə baxanlar Atamoğlanla münasibətdə olan adamdır. Ailəvi dostluq elədikləri adamdır və Yevlax rayon prokurorluğu Laçın rayon prokurorluğu işləyəndə Ağcabəddə olanda Atamoğlanla yaxın münasibətdə olubdur. Hətta Əvəz müəllim öz getdiyi Sumqayıt şəhərində hörmətli Kamran müəllimsinin qəbulunuza orada Atamoğlanı dəstəkləyən və o işi alıb oraya yedirən imkan vermədi ki, orada Əvəz müəllimsinin qəbulunuza girsin. Elə oldu da? Elə oldu bəli. Bundan sonra Əvəz müəllim əlacı kəsildi, qayıtdı, gəldi. Yenə də heç nə dəyişmir, hər iş örtbasdır edilib. Hörmətli Kamran müəllim, onu diqqətimizə çatmaq istəyirəm ki, bəli bu var. Bəzi rayonlarda da var. Yevlax rayon prokurorluğu, baş prokurorluqda yəqin kuratorla kimlənsə əlaqəyə girərək bu olayları çıxardır. Sahibkarın 500 bin manat yanacaq, aldığı yanacağa mənimsəməyə şərait yaradılır və ələ keçirirlər, dələduzluq yoluyla. Təəssüf, hər ayda bu sahibkar 20 bin manatdan artıq vergi verir. Görəsən Atamoğlan nə verir? Buna niyə hüquqi qiymət verən yoxdur? Deməli, bircə fikir var. Sahibkarın boynunun dalına basıb onu müflis elətmək, ta ki Atamoğlanla Yevlax prokurorunun canı sağ olsun. Belə mi? Olmaz. Hörmətli Kamran müəllim, mən sizin humanistliyinizə, gözəl insanlığınıza, obyektivliyinizə inanıram. Əminəm ki, Yevlaxda baş verən bu olaylardan sizin məlumatınız yoxdur. Üzümü tutaraq sizə və hörmətli prezidentimizə İlham Əliyev cənablarına xahiş edirəm ki, Yevlax rayon prokurorluğunda olan Atakiyev Əvəzin şikayəti ilə bağlı material Yevlaxdan alınsın. Hansı rayona verirsən ver, qazanalım Yevlaxa vermə. Yevlax rayon prokurorluğu bu işdə xüsusi Atamoğlanla yaxın münasibət olduğuna görə əlaqəsi var. Müstəntiq kimdir ki? Bunu mən yaxşı bilirəm ki, istintaqə prokuratura nəzarət edir. Müstəntiq şahslığı gətirir, bir hukuk qoyub qəbul eləmir. Niyə qəbul eləmir? Çünki maraqlıdır. Yevlax prokurorluğu işin nəticəsilə maraqlıdır. Və Atamoğlana dəqiq söz verib ki, narahat olma, səni bu cinayət işindən azad edəcəm. Qardaş sahibkarın əmlaki mənimsəlir. Dələduzluq yolla etibarda olsun istifadə edib, ələ keçilib. Həmin onları Əvəz müəllimə də kömək eləyən, söz verən ki, narahat olma, ver deyən adam da var. Heç onu məsuliyyətə cəlb eləməyiblər. 6 aydır nə iş görürlər? Necə oldu ki, Bərdəbəy rayonunda bir ayın içərisində cinayət işi başlandı, onun çıxardırdılar ki, sanksiya məsuliyyətə cəlb olunsun. Amma iş dərhal dəyişdi, baş prokurorluğun vasitəsilə, baş prokurorluğun əməkdaşlarının vasitəsilə. Dəyişdi, Yevlaxa gedəndən sonra batildə qaldı. Bir daha ümidvaram ki, hörmətli prezidentimizin etimad edib, böyük etimad göstərdiyi Kamran müəllim, baş prokurorluğumuz kimi bu olayları nəzarətinə götürüb, 16'sı qəbul keçirəsiniz, hörmətli Kamran müəllim. Həmin qəbulda, yəni Şirvan şəhərində Əvəz müəllimi qəbul edəcəksiniz və baş prokurorun özünə qəbul, şəxsən özünüz qəbul edib, Yevlaxda baş verən olayların obyektiv qanuni həllinə köməkdarlıq edəcəksiniz. Ümidimiz sizə və ölkəmizin prezidentinədir. Xahiş edirəm, bu sahibkarın hər ay 20 bin manat dövlətə vergi ödəyən bir sahibkarın bunun əmlakının ələ keçirilməsinə, dələduzluq yolla mənimsənilməsinə yol verməyəsiniz, qarşısını alasınız. Yevlax prokurorluğunda soruşasınız görə bunu 6 ayda nəyə saxlayır? Ölünün az qallı ili çıxar. Bunu 6 ay ilin çıxartmağa saxlayır. Yoksa Atamoğlan'a verdiği sözü
Ümidvaram ki bu işlere son qoyulacaq. Hörmətli Kamran müəllim öz sözü deyib, Əvəz müəllim qəbul edəcək, aydınlıq gətirilecək. Hələlik bu qədər.